İl ərzində təxminən 300 minə yaxın yerli və xarici turistə ev sahibliyi edən Göygöl Milli Parkı yaz tətili günlərində də öz qapılarını qonaqlarına açıq elan edib. Bura gələn həm yerli, həm də xarici turistlər Göygöl Milli Parkının flora və faunası ilə yaxından tanış olmaq imkanı əldə edə bilirlər. Ziyarətçilərin parka daxil olması üçün burada müasir keçid məntəqəsi qurulub. Sırf Bakıdan Göygöllə gəlmişik ki, istirahətimizi eləyək və bu Göygölün təbiəti, təmiz havası əsrarəngizdir, gözəldir. Çox gözəldir, çox gözəl. Azərbaycanın ümumiyyətlə gəzməli, görməli yerləri qəşəng çoxdur. Göygöldəki bir ayrı. 13 min hektara yaxın əraziyə malik Göygöl Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması, eləcə də ekoturizmin inkişaf etdirilməsi üçün çox əlverişli təbiətə malikdir. Parkda 8 istiqamət üzrə ekoturizm marşrutu fəaliyyət göstərir. Bizim Azərbaycanda olan gözəl yerlər deyərəm dünyanın heç arasında yoxdur. Heç yerdə. Azərbaycan həqiqətən çox gözəldir. Hər cəhətdən. Bütün iqlimlər də var, şərait də var, təbiət də var, gözəllik də. Mən bura gəlmişəm ailəmi ilə istirahətə, yaz istirahətə gəlmişəm və mən birinci dəfə Göygölə gəlmişəm. Mənim üçün çox qəşəng oldu, xoşuma gəldi Göygöl. Göygölümüzün daha geniş təbliği məqsədi ilə Azərbaycan televiziyası birgə layihə həyata keçirəcək. Azərbaycan televiziyası ilə birgə yeni layihələrə başlayacağıq. Burada əsas Göygöl Milli Parkının faunası, florası və ekoturizm fəaliyyətlərinin təbliği olacaqdır. Yaxın vaxtlarda Göygölə gələn ziyarətçilər Maral gölündə füsunkar mənzərəsindən zövq almaq imkanı əldə edə biləcəklər. Bunun üçün Maral gölə yeni marşrut xətti də açılacaq. Xaliq Qurbanlı, Aydan Əliyeva, Fuad Quliyev, Rauf Məmmədov, AzTV xəbər.